12-ci Qlobal Bakı forumu bugün artıq son gününü keçirir. Hazırda saatlarından etibarən panel sessiyaların müzakirəsi davam edir. İlk panel sessiya bir qədər əvvəl yekunlaşdı. Burada yeni dünya üçün yeni texnologiyalar mövzusunda müzakirələr aparıldı. Koordinator, moderator Susan Nesidir, GMF və Amerika Siyasət Mərkəzinin sədri, xüsusi eksperti Susan Nes moderatorluq edirdi və burada 4-cü Sənaye İnqilabının Təhlil və Koordinasiyası Mərkəzinin icraçı direktoru Fariz Cəfərov da çıxış etdi və o öz çıxışında yeni texnologiyalarla bağlı mühüm məsələlərə toxundu. O əsasən süni intellektin tətbiqi məsələsindən danışdı və bildirdi ki, insanlar arasında belə bir məsələ hökm sürür ki, hazırda süni intellektin tətbiqindən sonra iş yerləri bağlanacaq və işsizlik gələcəkdə yarana bilər. Lakin bu əsassız bir düşüncədir. Çünki süni intellektin tətbiqi ilə əksinə dünyada 2030-cu ilə qədər iş yerlərinin sayı azalmayacaq, artacaq və bu təbii ki, Azərbaycanda da öz təsirini göstərəcək və yeni iş yerlərinin, yeni sahələrin açılmasına gətirib çıxaracaq. Bu panel sessiyadan sonra isə hazırda gender təhlükəsizliyi və iqlim bağlantısı adlı növbəti panel müzakirə aparılır. Burada isə moderator Katalin Boqvaydır. O BMT-də və UNESCO-da müxtəlif vəzifələrin icraçısıdır və hazırda iqlim məsələləri ilə bağlı, iqlim dəyişikliyi ilə bağlı, gender bərabərliyi ilə bağlı və təhlükəsizliyi ilə bağlı çıxışçılar öz fikirlərini bildirirlər. Bundan sonra daha iki panel sessiya keçiriləcək və həmin panel sessiyalarda da qlobal səhiyyə böhranında hazırlıq və bərabərlikdə yeni cəhdlər, həmçinin gənclər danışsın, biz gözləyək adlı panel sessiyalar olacaq. Burada da iştirakçılar həmin mövzularla bağlı öz fikirlərini bildirəcəklər. Biz də Baku TV olaraq həmin panel sessiyalardan da ən son məlumatları çatdırmağa davam edəcək.